İmamın əsl adı Muhammeddir. Ləqəbləri çoxdur, amma tanınmış ləqəblərdən biri Təqi və Cavaddır. Yəni Muhammed Təqi də deyərlər və İmam Cavad ağa da deyərlər. İmam dünyaya gəlib 195-ci Hicri ilinin Rəcəb ayının 10-u təsadüf edib Hicri qəməri ilinin 811-ci ilinə və dünyasını dəyişib şəhadətə yetib Hicri qəməri ilinin 220-ci ili və Zilqədə ayının axırı. Zilqədə ayının axırı ona görə deyilir ki, iki dənə imamımızdır ki, biri İmam Rıza əleyhissalamdır, biri İmam Cavad ağamızdır ki, ayın axırıdır. Yəni 29 da ola bilər, 30 da ola bilər. 30 olanda deyirik 30'u, 29 olanda deyirik 29'u. Bu illəri Zilqədə 30 olduğuna görə o düşdü bugünkü günə. Yaşı imamlar içində ən cavan imamlardan olub. Yəni bu imamın o birisi imamlara nisbətdə iki dənə seçilən bir belə deyək xüsusiyyəti var. Biri budur ki, ən cavan imamdır. İkinci cavan imam isə İmam Həsən Əskəri əleyhissalamdır. 28 il yaşayıb. O imamın bu imamlardan seçilən nöqtəsi budur ki, yeganə imamdır ki, Allah evinə ziyarətə gedə bilməyib. Elə bu da imamın yaşadığı devrin, yəni imamın məzlumluğuna belə deyək dəlalət edir. Amma İmam Muhammed Təqi əleyhissalam isə Mədinədə dünyaya gəlib, həccədə gedib və bu imamımızın qeyri-imamlardan seçilən nöqtələrdən biri az yaşında imamətliyə nail olub. Yəni İmam Zaman ağamızın 5 yaşı vardı imam olanda. Amma bu imam isə 8 yaşında imam oldu. Yəni İmam Rıza əleyhissalam dünyasını dəyişəndə 8 yaşı var idi. 17 ildə imamətli elədi. 17'nin üstüne 8 gələndə 25 edir. İmam hələ uşaq vaxtlarında öz az yaşlılığına baxmayaraq əxlaq baxımından, cəsarət baxımından, şücaət baxımından seçilirdi. Günlərin bir günü xəlifə Məmun yolla gedirdi. İmam Təqi əleyhissalam da öz həmyaşıdları ilə bir 4-5 yaşı var idi. Bir yerdə oynayırdılar. Bir yerdə oynayanda gördülər ki, xəlifə gəlir, uşaqlar hamısı qaçdı. Bütün uşaqlar qaçdı, birdən uşaqdan başqa. Xəlifə belə təəccüb gəldi, yəni mən gəlirəm, hamı qaçdı, bir dənə uşaq qaçmadı. Gəldi bu uşağın yanına, dedi ki, uşaqlar hamısı qaçdı, sən qaçmadın, sən niyə qaçmadın? İmamın cavabına bax yinadı. Dedi, mən baxdım, gördüm ki, yol darısqaldır, yəni keçə bilərsən, enli yoldur. Həm baxdım, gördüm ki, sənin yolunu tutmamışam. Üçüncü baxdım, gördüm ki, bir pis iş görməmişəm ki, səndən qorxam. Dördüncü imam siyasi bir cavab verdi. Dedi, şübhəm də yoxdur ki, bu işə görə sən məni ittiham edəsən. Yəni, xəlifəsən də ədalətli kişi olmalısan. Ədalətin varsa, mən heç deməməsən. Yox, ədalətsizsənsə, deməli, məni ittiham eləməlisən. Dördüncü cavabı hamısından üstünə olur ki, dedi, şübhəm yoxdur ki, sən bu işə görə məni ittiham edəsən. Xəlifənin bundan xoşu gəldi. Bundan soruşdu ki, sən kimsən? Bu cəsarətdə, bu danışıqda, bu məntiqdə kimlərdənsən, adın nədir? Dedi, adı Muhammeddir. Dedi, kimin olsan? Dedi, Əlinin oğlu. Əli də İmam Rıza əleyhissalamın adıdır. Belə deyəndə dedi ki, sən İmam Rıza əleyhissalamın oğlu Muhammedsən? Dedi, bəli. Belə olanda Harun dedi ki, dedi, bəli, elə sizin kimi nəsildən elə bir uşaq dünyaya gəlməsi labüddür. Yəni ki, bunda heç şək ki, şübhə yoxdur. Bütün imamlarımız kimi İmam Muhammed Təqi əleyhissalam da özünə görə qeyb aləmindən xəbər verə bilirdi. Bir dənə bir qissəni danışım bu barədə inşallah namazımıza davam elətdirək. İmam Rıza əleyhissalamın uşaqlıq vaxtı idi, amma imamət devri, yəni İmam Rıza əleyhissalamın şəhadətindən sonra idi. Alimlərdən bir dəstə həcc ziyarətinə gəldilər. Həcc ziyarətinə gedənlər də belədir də, ya əvvəl, ya sonra Mədinəni ziyarət edirlər. Və imamın həm Mədinədə evi var idi, həm də Məkkədə evi var idi. Həcc ziyarətin tamam eləyəndən sonra bir dəstə alimlər ki var idilər, onlar hamısı gəldilər İmam Muhammed Təqi əleyhissalamın evinə. İshaq adında imam sevərlərdən biri də o alimlərin içində idi. Hamı alimlər sualların verdi, cavabların aldı. O İshaq ki var idi, bunların içərisində idi.
Bunun da bir neçə sualı var idi və bir də arzusu vardı ki, dedi ki, bunu imama deyəcəm, imam mənim haqqımda dua eləsin. Oğul evladı istəyirdi, oğul evladı olmurdu, dedi ki, imama deyəcəm, mənə dua eləsin ki, Allah mənə oğul evladı versin. Sadəcə olaraq İshak gördü ki, adam çoxdur, izdihamdır. Dedi, inşallah səhər gələrəm, sakitlik olar, yəni imama əziyyət olmasın deyə sabahları sualımı verərəm. Bütün alimlərlə bu bir yerdə istədi ki, imamın evindən çıxsın. İmam üzünü tutdu İshaka, dedi ki, İshak, o qəlbində olanları Allah rəva elədi, duağı Allah qəbul elədi və o suallar ki, qəlbindən keçir, dedi, bu sualın cavabı budur, bu sualın cavabı budur, bu sualın cavabı budur. İmam belə deyəndən sonra və İshak deyir ki, mən qayıtdım vətənimə, vətənə bir qayıdandan biraz sonra Allah təbarək və təala deyir, mənə bir oğul evladı da verdi. Deyir, belə götürsün, yəni imama əstəğfurullah şəkkim yox idi ha. Amma o Quranda bir ayə vardı. İbrahim Peyğəmbər Allah təbarək və təala dedi ki, ölünü dirilt. Allah İbrahimə dedi ki, ya İbrahim, mənim qüdrətimdə şəkkim var. Dedi, yox, bəl mutmainnə qalb. Qəlbən yəqinli istəyir, qəlbən rahatlıq tapmaq istəyirəm. Deyir, imamın suallarıma cavab verəndən sonra və gəldim Allah təbarək və təala mənə oğul evladı verəndən sonra İmama biraz da məhəbbətim artdı və şükür edirdim ki, bəli, Allah təbarək və təala bilir həqiqətən kimləri imam, kimləri peyğəmbər verməlidir.